haqqında sizə danışmaq istədiyim krem SPF 30 günəş kremidir. Günəş şüaları əleyhinə, deməli zərərli UVB şüaları, UVA, HV şüaları əleyhinə və bu şüaların dərimizin dərin qatlarına nüfuz etməsinin qarşısını alan effektiv bir vasitədir. Təkcə qorunmayla deyil, qorumaq üçün deyil, həm də nəmliyə və qayğıya ehtiyacı olan yetkin dəri tipləri üçün nəzərdə tutulmuş bir vasitədir. Məhz bu SPF 30. Deməli, fotoyaşlanmanın qarşısını alır, dərinin ən dərin qatlarına enərək və oradakı nəmlik effektini ən dərin qatlardakı hüceyrələrə çatdıraraq dərimizdəki nəmliyi uzun müddət saxlamağa kömək edir. Və uzun müddət dəridə nəmlik saxlanmasının nəticəsi olaraq atmosfer qatından üzümüzə nüfuz edən zərərli şüaların dərimizdə yaranacaq yanıq ləkələri, hiperpigmentasiyası və pigment ləkələrinin yaranmasının qarşısını alır. Dediyim kimi, fotoyaşlanmanı gecikdirir, dəridə nəmliyi artırır və nəmlik tərkibində həm də deməli akvafem, E vitamini və arı mumu olduğuna görə, deməli arı mumu nə edir? Arı mumu dərimizi hamarlaşdırır, gözəlləşdirir, yumuşaldır və toxunduğumuz andan etibarən üzümüzə çox yumuşaq, gözəl, fresh bir effekt verir. Tərkibində var akvafem. Akvafem nədir? Akvafem dərimizdəki deməli, oksigeni dərimizdəki ən dərin hüceyrə qatına çatdırır və ən dərin hüceyrə qatına çatmış oksigen təbii ki, o dəridə qırışdır, ləkədir, hansısa bir pigment ləkəsidir. Bunun yaranmasının qarşısını alacaq. Daha sonra tərkibində var E vitamini. E vitamini bildiyimiz kimi çox güclü bir antioksidanttır və bu antioksidan sayəsində dərimizin lipid bariyeri möhkəmlənir və lipid bariyeri möhkəmləndiyinə görə dərimiz öz nəmini çox güclü bir şəkildə və ən dərin qatlarda saxlayır və bərpa edir. Ümumiyyətlə bunların sayəsində, tərkibində olan bu elementlər sayəsində və bu qoruyuculuq sayəsində günəş şüalarından, günəşin zərərli şüalarından dərimizi çox gözəl bir şəkildə qoruyur.